övladlarına Asiya adını qoymaq olar. Asiya Allaha iman gətirmiş, əməli salih qadınlardan olmuşdur. Fironun həyat yoldaşı. Allahu Teala Qur'an-ı Kərimdə Asiya anamızın fəziləti haqqında Ət-Təhrim surəsində belə buyurur. Və daraballahu məsələn lillezine amanu imra'ate Firavun. Allah Teala iman gətirən şəxslər üçün Fironun qadınını, Fironun həyat yoldaşını misal çəkir. İz qalet Rabbi ibni li indeke beyten fil cennə. Bir vaxt o Allaha dua edib belə dedi. Ey Rəbbim, mənim üçün yanında cənnətdə bir ev tik. Və nəccini min Firavun və amalihi. Və məni Firondan və onun əməlindən xilas eylə. Və nəccini minəl qavmiz zalimin. Və məni zalim cəmaatdan, zalim qövmdən xilas eylə. Asiyənin fəziləti haqqında Allah Rasulü Muhammed sallallahu aleyhi və səlləmdən hədislər gəlmişdir. Bir hədisində Allah Nəbisi Muhammed sallallahu aleyhi və səlləm buyurur ki, Əfdalu nisəu əhlil cənnə, cənnət qadınlarının ən fəzilətlisi Xuveylidin qızı Xədicə, möminlərin anası Xədicə anamız, Muhammedin qızı Fatimə, Fironun həyat yoldaşı Məzahimin qızı Asiyə və İmranın qızı Məryəmdir. Allahu Teala onların hamısından razı olsun. Allah Nəbisi Muhammed sallallahu aleyhi və səlləm bu hədisdə Məryəm anamızla yanaşı, Fatimə anamızla yanaşı, Xədicə anamızla yanaşı cənnət qadınlarının ən üstün, ən fəzilətliləri arasında Asiya anamızı da zikr edir. Allah Resulü Muhammed sallallahu aleyhi və səlləm bir başqa hədisində buyurur ki, dünya qadınları arasında sənin üçün İmranın qızı Məryəm, Xuveylidin qızı Xədicə, Muhammedin qızı Fatimə və Fironun həyat yoldaşı Asiyə nümunə olaraq kifayətdir. Bu hədisi İmam Tirmizi rahiməhullah rəvayət etmişdir. İbn Həcər rahiməhullah, Allah Teala ona rəhmət etsin, Asiya anamızın fəziləti haqqında həmçinin qeyd edir ki, Firon Musa peyğəmbəri uşaq ikən onu öldürüb qətlə yetirmək istədikdə Asiya anamız ona mane olur. Asiya anamız ona mane olur. Firona təklif edir ki, gəl onu özümüzə yaxın götürək. Firon Asiya anamızın bu təklifini qəbul edir. Allah Teala Musa peyğəmbəri Asiya anamız səbəbi ilə Fironun zülmündən, Fironun qətlindən xilas edib saxlayır. Elhamdülillah Asiya fəzilətli mömin qadınlardan olmuşdur. Övladlarımıza da onun adını böyük məmnuniyyətlə, qəlb xoşluğu ilə qoya bilərik.